Burada sadəcə olaraq rəhmətli Bəxtiyar Vahabzadə başa düşür ki, Heydər Əliyev həyasızlıq edir. Qərar veribdir ki, mütləq bu dili istədiyi kimi eləsin, türk dili olmasın. Ona görə susur və ona cavab vermir ki, ay qoyun, sənin dediklərin hamısı yalandır. Rusiya dili deyil, Ukrayna dövlət adı ilə bağlanmır. Ya İngiltərə dili deyil, İngiliz başqadır, İngiltərə başqadır. Yerin adı başqa, dilin adı başqadır. Fransa dili deyil, Fransuski yazıqdır, bu Rus dili bir şey deyil, Almanya dili deyil və s. Bəxtiyar Vahabzadə görür və susur. Bunu niyə sizə təqdim elədim? İrana ittiham irəli sürənlər, İsrailə yaltaqlanmaq üçün, İsraili müdafiə eləmək üçün, İsrailin qarşısında öhdəlikləri icra eləmək üçün danışan adamlar. Sənin dilinin adını istədiyi kimi adlanmağa qoymayan bir hakimiyyət var Azərbaycanda. Bəs niyə İsrailə, Amerika demirsən ki, mənə bombala? Bəyəm hər hansı bir dövlətdə belə hüquqların pozulması, belə nöqsanların olması BMT nizamnaməsinə görə ona hücum eləməyə əsas verir. Vermir axı. Bugün biz danışanda əzizən vətənlər, mən istəyirəm bunu hamımız bilək, başa düşək bu şeyləri. Bəzən insanlar bilirəm, mən emosional davranırlar, hissi davranırlar. Bəzən mən özüm də o səhvləri buraxıram. İnsan hamımız olur. Amma indiki məqamda o qədər ciddi bir dövr yaşayırıq ki, elə bir ciddi mərhələdəyik ki, burada o qaydada fikir yürütmək olmaz. Dünən İran mənə belə deyib, bugün mən deyim, düz eləyirlər, səni yaxşı vururlar. Bu siyasət deyil, dostlar. Bunu bir küçə adam eləyə bilər, bunu bir kənd qadını belə danışa bilər, bunu bazarda kimsə danışa bilər. Bunu siyasətçi danışa bilməz bu qaydada. Adama soruşarlar ki, göstər görürsən hüquq əsasını. Sən mütləq beynəlxalq hüquqa istinad eləməlisən ki, budur bax, BMT nizamnaməsi falan maddəsi, bu maddə İsrailə hüquq verir ki, hücum eləyib Təbrizi dağıtsın, Tehranı dağıtsın, Qəzzanı yerdən bir edəsin. Və sonunda dostlar, bir şey deyim mən sizə. Çox qəribədir ki, bizim Azərbaycanda olan bəzi adamlar, hətta bizim dostlarımızın da arasında bəziləri var elə, çoxdan deyir ki, İranın əlində atom bombası olması təhlükəlidir. Niyə? O bizi atacaq, bizi öldürəcək. Hardan bilirsən sən? Bugünə qədər İran dövləti kimə hücum elədi, kimi öldürdü ki? İndi əlindəki silahlar sübut edir ki, raketlər. Elə Qəzziyə hücum eləyəndə İsrail istəsəydi vurardı, elə həmin raketləri yağdırsa, eyni vaxtda bir 50.000 raket eyni vaxt atsaydı, İsrail yox olsa, doğrudan İsrail silədi yer üzündən. Amerika oradan köməyə gələnə qədər bitəcəkdir İsrailin məsələsi. Və niyə eləmədi? İranı idarə edənlər sənki kimi dəlvə səviyyəsi deyirlər ki, İrana qarşı bizim ayrı iddialarımız var. Qonşuluq iddiaları var, qardaşlıq iddiaları var. O başqa bir şeydir. Bir çalışmalıq ki, İranı o bugünə qədər tutduğu yanlış mövqedən çəkindirək, uzaqlaşdıraq. Uzaqlaşaq, qardaş olduğumuzu bir-birimizə başa salaq. Bir yerdə inkişaf eləyək, əlili verək. Yoxsa İran falan şey belə dedi, onu vurmalıdır, düz vurarlar. İsrail falan şey belə elədi. Yaxşı, nə tərr olur ki? Dünyada atom bombasını ilk atan Amerika təhlükəli deyil. Dinc insanları, uşaqları, qadınları öz dini ilə əsaslandırıb öldürən İsrail dünya üçün və region üçün təhlükəli deyil. Bugünə qədər bir dövlətə hücum eləməyən, yalnız müdafiə olunan İran təhlükəli oldu. Necə olur bu? Adamlar danışırlar. Dostlar, bizim bilirsiniz, faciəmiz ədədir. Mən özümlə vaxtilə İran əleyhinə təbliğatda iştirak eləmişəm. Və düz eləmişəm, çünki İranın Zəngəzur məsələsində, Qarabağ məsələsində, Ermənistanla münasibətlərdə mövqeyi yanlış olubdur. Və bu təbliğat xalqımızın beynində bir düşmən İran obrazı yaradıb. İndi hamı o düşməninin əzilməsinə sevinir. Bunun səbəbi budur. Çox adam özü anlamadan düşürdü bu psixoloji təsirin altına. İranın beynimizdə hamımız İran haqqında bir düşmən obrazı yaratmışıq.
İran parçalanmalıdır, Azərbaycan birləşməlidir, olmalıdır. Bu bizim milli arzularımızdır. Amma danında nə demişik? Erməniyə kömək eləyib, ermənin yanındadır, ona silah verib, bizim əleyhimizədir, Zəngəzur əleyhinədir. Hamımızın beynində bir düşmən İran obrazı yaranıb. İndi istənilən adam psixoloji olaraq düşməsinin əzilməsinə, məhv olmasına sevinir. Təbii bir şeydir. Amma bu düşmən necə məhv olur? Onun məhv elərin məqsədi sənin düşmənin olduğuna görə onu məhv eləməkdir, yoxsa sənə daha böyük bir düşmən yaratmaqdır. Bunun fərqində olmaq lazımdır. Bunun fərqində olmaq lazımdır ki, İsrail, bugün Amerika bizim düşmənimiz olduğuna görə yox, İranı bombalayırlar. Bizə daha böyük, İrandan qorxulu. İran hələ bu günə də bizə konkret olaraq nə bir daş atıb, nə raket atıb, hiçbir şey. Əksinə, xəstələrimiz gedib orada müalicə olunub. Sərhədyanı rayonlarımız gedib oradan ticarət ediblər, ucuz ərzaq gətiriblər, dərman gətiriblər. Yəni bir dostluq, qardaşlıq münasibəti var. Düşmənçilik konkret olaraq düşmənçilik aktı da görməmişik. Amma bunun əvəzinə İsrail və Amerika bizə həqiqi, bundan da 1000 dəfə qorxulu düşmən yaradır, hazırlayır. Niyə mən buna dəstək verməliyəm? Çox xahiş edirəm bu barədə hamı düşünsün, hamı da öz fikrini desin, lütfən.